Mən Şirəliyev Kamran Tacəddinoğlu. Mənim başıma gələnlər 28-i noyabr 2025-ci ildə yoldaşım Şirəliyev Arzunun Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ölümü barədədir. Mənim yoldaşım Şirəliyev Arzunu Azərbaycan Tibb Universitetində həkim səhlənkarlığı üzbatından əməliyyat edərkən öldürdülər. Çanaqda kistanı əməliyyat edərkən ölüm səbəbi beyindən iflis, beyin hüceyrələrinin ölmə səbəbi ilə o klinikadan çıxartdıq. 18 sutkada koma vəziyyətində koma adını qoyub saxladılar. Bunu Farid Camalovla Hidayət oğlu, kafedra müdürü. Bir də ikinci cərrah Fərhad Sultanov əməliyyatına girmişdi. Bunu əməliyyat edərkən, bu əməliyyat bizə vaxtı əvvəl 1-2 gün öncə əməliyyatdan qabaq danışılmışdı. Hardasa 4-5 saat güya əməliyyat çəkəsi idi, 2 saat əməliyyatı çəkmişdi. Bu 2 saat çəkəndən sonra Fərhad Sultanov məni öz otağına çağırıb, onun əməliyyatın uğurlu keçməyi haqqında danışdı. Çox uğurlu keçdi. Bütün professorlar gəldi, güya baxdı bunların uğurlu əməliyyatlarına. Biz gözə gələcək, nəfis kəsəcək bizi. Uğurlu keçməyi haqqı danışa-danışa orada Farid Camalovun assistentinə zəng elədi ki, Nərgiz qızım, bir dənə düş, xəstənin ayaq barmağını yoxla, oradan biraz şübhəm qalıb, gör reaksiyası var, yoxdur. Elə bunu deyib telefonu heç yerə qoymuşdu, qoymamışdı. Zəng gəldi ki, xəstə artıq getdi. Bu telefonla danışa-danışa tez bu durub otaqdan qaçdı. Yəni o otaqda mənim yanıma gələrkən hətta o mənimlə danışmışdı ki, bura yarı sığorta, yarı ödənişlidir. Məndən o 2500 pul demişdilər. O 2500 də alıb kompüterin qabağına qoyub, telefonu da qoymuşdu üstünə. Bu durub qaçarkən məndə şübhə yaranmadı ki, mənə bu haqqında tərifləmişdi də, yəni əməliyyatların tərifləmişdi. Yəni məndə şübhə yaranmadı ki, bu mənim xəstəm olar. Fikirləşdim ki, yəqin ki, başqa xəstə haqqında məlumat gəlib, buna o üçün qaçır. Mən də daha otağı mənim umuduma qoyduğu, həm də pulu məndən alıb öz qabağına qoymuşdu. Yəni pul ortalıqda olduğu üçün mən durub otağı tərk eləmədim. Bu gedib 2 saatdan sonra gəldi ki, bəs çox uğurlu əməliyyat keçmişdi, belə olmuşdu, göydə buludlar, göy üzü səma təmiz idi, filan idi. Nə bilim, başladı belə bir sözlərlə güya mənə izah eləməyə ki, birdən yağış yağdı, o cür əməliyyatımız heç oldu. Deyim, doktor, nə yağış, nə bulud, bəs bu xəstə kişidir, qadındır, dedi, nə kişi, nə qadın, bu özümüzünkidir. Mən orada şoka düşdüm ki, artıq bizim xəstəmiz haqqında bu məlumat verir ki, bizim xəstəmiz artıq vəziyyətini dəyişilib, pis vəziyyətə düşüb. O mənə bildirdi ki, sən Mamed, reanimasiyanın baş həkimi Mamed Abbasova təşəkkürü bildirərsən. Nə yaxşı ki, Allah onu oraya yetirib. Nərgiz qızım oraya girəndə xəstənin ayağını yoxlamağa görüb ki, xəstə artıq özündən gedib. Anestezolog güya ki, başqa xəstə oyatmağa gedib, tələbənin umuduna qoyub, tələbə güya buna fikir verməyib, xəstənin ürəyi dəyinmiş, Mamed əl masajından geri qaytarıb. Mən həmin günü çox şokda oldum. Səhəri günü qalxdım Farid Camalovun yanına. Farizdən tələb elədim ki, bəs sən mənə demişdin ki, xəstə necə əyağı ilə, öz əyağı ilə gəlib əməliyyata, 3 gündən də sonra öz əyağı ilə sənin yanıma düşüb gedəcək. Bəs nə oldu, sən mənim xəstəmi niyə belə bu vəziyyətə saldın? O, mənə onu bildirdi ki, olanda olur, mən çox əməliyyatlar eləmişəm, əlimdə xəstə ölüb, xəstə öləndə sən mənə neyə bilərsən ki, indi mən əlimdə yazmağa çox şeylər var. Mən nə yazsam o da olur. Yazacam ki, xəstənin bu səbəbdən ölüb, sən mənə heç nə də eləyə bilməyəcəksən. Hətta məni gördü ki, qızışdırıcı sözü gördü, mənə təsir eləmədi. Mən ona görə təsir eləmədi ki, mən xəstəmin ayımda idim. Mən burada heç nə fikirləşmirdim, ancaq ona qalmışdım ki, xəstəm həyata qaçsın. İkinci dalıcan da gördü, mən buna reaksiya vermədim. O qədər oğlanlar olub ki, əlimdə xəstəsi ölüb, deyib buranı bomba qoyub partladacam.
Hələ 14 mərtəbənin 14-ü görsən yerindədir. Yandıracam deyən oğlanlar olub, görsən bir dənə yerdə yanğın görürsən, bu bizim klinika hələ də ki, heç kim nə yandırıb, nə də partladıb. Mən ona bildirdim ki, mən dövlətimə inanıram, çalış mən xəstəm. Necə ki, çepəyə yol vermişsiniz, səhlənkarlığa yol vermişsiniz, xəstəmi bu vəziyyətə salmışsınız, çalışın mən xəstəm ölməsin. Mən dövlətimə inanıram, dövlət orqanlarıma inanıram, mən sənə nə demirəm partladacam, nə yandıracam. Mən sənə prokuraturaların qabağında sürüm-sürüm süründürəcəm. Sən nəyə güvənirsənsə güvən, Ruçkuva güvənirsən, nəyə güvənirsən, mən ədalət naminə sənlə danışacam. Çalış mənim xəstəm ölməsin. Sonra mən məcbur oldum, bütün qıraq ölkələrlə əlaqəyə girdim, dostanışın hərənin indi orada, burada yəqin ki, hamının başına gəlir, qıraq ölkələrdə əməliyyat eləyirlər, neynirlər, professorları tanıyırlar. İrana, Türkiyə, Rusiya çıxdıq, onlar bizdən anestolog tələb elədilər ki, bizə anestolog ilə danışdırın, biz sənə köməyimizi göstərərik. Mən anestologu Əsədullah Sultanov, oranın direktoru, Əsədullah Sultanovun yanınacan da girdim, o anestologu mənə göstərən olmadı, nə də mənə yardım eləyən olmadı ki, mən qıraq professorlarla görüşdürüm. Məcbur olub yenə Farizdən tələb elədim. Fariz mənə deyir ki, sən o professora zəng elə deyən ki, şəxsən mənim adımdan Farid Camalov, nəinki Türkiyədə bir professor, bütün Türkiyənin professorlarının cibində gəzdirər. Mənim aldığım cavablar bu oldu. Mən xahiş eləyirəm, bir də onu bildirim ki, mənim yoldaşımı, bu iğnəni, bax bu yoldaşımı spinal iğnə vurulub. İspinal iğnədə bu bütün həkim sahəsi bilir ki, bu ispinal iğnə hara vurulur. Bu ispinal iğnəni yoldaşımda götürüb düz ürəyinin başına vurublar. Bu ispinal iğnə vurulmalıdır çanaq sümüyündən biraz yuxarı, onurğa sütununa ilgə. Bunu vurublar ürəyinin tuşundan. Mənim aldığım bu 18 sutkada o həkimlərlə danışan şübhəm yaranmışdı ki, bu nədən belə öldü. Hətta eşitmişdim ki, bu keyməyin yoxlamadan buna əməliyyata başlayıblar. Əməliyyata başlayankən mənim yoldaşım çapalayıb. Çapalanarkən əllərindən bıçaq izləridir bu baldır hissəsinə düşüb. Bax, burada göstərirəm. Baldır izlərinə. Bu hüquq mühafizə orqanlarından çox xahiş edirəm. Bu işə ciddi yanaşsınlar. Bunu tam araşdırsınlar ki, bu xəstəni, bu səhlənkar həkimlərin əlindən xəstələrimizi qutarağım. Mənim əzizimi itirmişəm. Mən xahiş eləyirəm, bunu xalqımız üçün eləyəyim. Xalqımızın bir də hamının xəstəsi olur. Beləncə səhlənkar həkimlərin əlinə düşməsin. Bunlar o qədər məsuliyyətsizdir ki, o məsuliyyətsiz üzündən bax, bu mən xəstəm, mənim yoldaşım dünyasını dəyişdi. 18 sutkada orada saxladılar, mənə depozit yatızdırdılar. Depoziti nağd şəkildə istəyirdilər. Mən amma verməmişəm depoziti nağd şəkildə. Mən onlarla mübarizə aparıb ora köçürdmüşəm. Onların kassasına. İkinci gün ama yenə də tələb eləyəndə mən orada hayküs salıb direktorun yanına çıxıb orada sığortaya baxan Nəbi müəllim də çağırmışam. Nəbi müəllim də mənə söz verdi ki, burada sizin sığorta da qarşılanacaq, hər bir şey də olacaq. Mənim ilk günü amma 1000 manatımı da depozit şəklində yatızdırırlar. Onlar istəyirlər məndən 18 sutkada günə 1000, 1500, 2000 manat hər günə pul alsınlar. Mən onu birdən elə bil ki, şokdan ayıldım. Yəni ilk günü çox şoka düşmüşdüm ki, bu çepi bunlarındısa, hətta məndən tələb eləyirdilər ki, xəstəni 3 gündən artıq mən burada saxlaya bilmərəm, başqa balnisiyaya köçürtməlisən. Mən onlardan tələb elədim ki, burada hansı balnisiyaya köçürsəm bir Azərbaycan vətəndaşı olaraq, balnisiya hamısı Azərbaycan torpaqlarının üstündədir. Bunun fərqi nədir ki, bu balnisiyada çepes yaradan siz, mən başqa bir balnisiyaya, mən ölümü necə aparım ki, siz mənim bu Farid Camalovun səhlənkarı üzbatından ölən yoldaşımı siz ayıldın verin mənə. Mən o üzlə orada dirənib, spor yaradıb, mübahisə eləyib, mənim öz xəstəmi orada güclə saxlamışam. 18 sutka mənim başıma alladıb, aparata qoşublar ki, biz sakitləşək. 18 sutkadan da sonra güya ürəyi
dayandı, öldü adına çağrılar verdilər ki, aparın. Mənim də onun 18 sutka əvvəl öldüyün ilk günü əməliyyat tutağında öldüyündən belə xəbər tuturam ki, mən ölümü yuyub dəfn edərkən onun dərisi soyulurdu, saç tükləri tökülürdü. Yəni bu hamıya bəllidir ki, təzə ölmüş meyidin heç vaxt dərsi soyulmaz. Xahiş edirəm, bu işə ciddi yanaşılsın. Mən öz ədalətli dövlətimə inanıram. Ədalət şəklində, ədalətli olaraq bu işlərə baxılacaq. Xahiş edirəm, bu işə ciddi yanaşılsın. Prezidentimiz cənab İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və Azərbaycan Baş Prokuroru Kamran Əliyev və Daxili İşlər Naziri Vilayət Eyvazovdan xahiş edirəm, bu işə ciddi yanaşılsın. Mənim bu başıma gələnləri öz nəzarətlərinə götürsünlər. Sağ olun, təşəkkür edirəm.